Verilmiş bərabərlikdə şərti ödəyən x və y rəqəmlərinin cəmini onluq say sistemində müəyyən edin. Biz hər bir bərabərlikdə olan say sistemlərindəki ədədləri birbaşa onluq say sisteminə gətirə bilərik. Məsələn, sol tərəfdəki ədədi onluq say sisteminə gətirsəm, 0, 1, 2. Olacaq x vurulsun 16-nın kvadratı. Yəni 256x. Üstəgəl 3 vur 16 üstü 1, bu eləyir 48 və üstəgəl y vur 16 üstü 0, bu eləyir elə y. Bərabərdir. Sağ tərəfi də onluq say sisteminə gətirəcəm. Bu olacaq 2 vur 8-in kubu. 2 vur 8-in kubu. Bu eləyir birbaşa 2 üstü 10, yəni 1024. Üzərinə gələcəm 0 vurdu. Yazmıram. 7 vur 8 üstü 1, 56 və 4 vur 8 üstü 0, yəni 4. Sağ tərəfi birinci hesablama aparıram. Sağ tərəfdə 1024 bu eləyir, üstəgəl 60, yəni bu eləyir 1084. Onu birbaşa yazıram. 256x üstəgəl y bərabərdir, birbaşa yazacağım. 1084-dən 48-i çıxıram. Onda 256x üstəgəl y bərabərdir 1036. İndi x və y-ə qiymətlər qoymalıyam ki, x və y neçə ola bilər? Amma mütləq say sistemində ola bilərmi düşüncəsindən buna baxmalıyam. Məsələn, x 4 olsa, bura eləyir 1024 və 1024 olsa, y də olacaq, bəli, 12. Y 12 ola bilər də 16-lıq say sistemindədir. Buradan alıram ki, x olur 4, y olur 12 və bunların cəmi doğru cavab olacaq 16.